İran'a gelende her de bir Yok, ben pasportta burada lazım. ha, onda bir hafta Yok, pasportta. Var, kaderimsen, tükenmez servetin var, zenginsen, yüksek medeniyetin, adet ennelerin var, alisen, bayraklar sırasında ucalan, üç renkli bayrağın var, o bayrağı tanıdan, seni sabahlara aparan, sağlam düşünceli, elme, tersine doğru giden vatandaşların var. Şah öğretim, eğitimada, sədaqətlə. Hörmətli nazirimiz, hörmətli şirkət prezidentimiz, hörmətli dövlət və hökumət təmsilçiləri, təhsil müəssisələrinin rəhbərləri, xarici ölkələrin diplomatik korpuslarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, möhtərəm media mənsubları. Şirkətimiz adından sizləri salamlayır, dəvətimizi qəbul edib, dəyərli vaxtınızı bizə sərf etdiyinizə görə təşəkkür edir. 2016-2007-ci dərs ilində çağ öğretim işletmələri təhsil müəssisələrinin nailiyyətlərinə həsr olunmuş təhsilimizin ulduzları adlı ictimaiyyətə təqdimat mərasimimizə xoş gəldiniz, şərəf verdiniz deyirik. Programımızı Azərbaycan Respublikası'nın ümumiyyətli şirkətimizin faktörlük bəş müəllimi Heydər Əliyevin və vəfat etmiş bütün müəllim və pedagogların əziz xatirəsini bir dəqiqəyə sükutla yad etməklə ardınca
başlarken 1992 yılın evvellerinde hissettim. Sizin adamlar geldiler, Naxçıvan'a benimle görüştüler ve Naxçıvan'da Türkçe okulun açılmasını benden rica ettiler. Ben de bunu destekledim ve Türkçe okulu açıldı. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda daxili sabitliyin bərqərar olması, xarici müdaxilənin dayandırılması kimi həyati əhəmiyyətli tədbirlər görərkən, bu dahi insan yenə də təhsili arxa plana keçirmədi. Təhsil məsələsi onun üçün özünün də dediyi kimi millətin gələcəyi idi. Elə bu məqsədlə də Çağ Öyrətmə şirkətinin rəhbərlərini qəbul etdi. 93-cü ildə mən Bakıya gələndən sonra mənə gəldilər, geniş məlumat verdilər Azərbaycandakı bu Türk okullarının, Türk məktəblərinin açılması haqqında. Mən bunu həmişə dəstəkləmişəm, həmişə yardım etmişəm, bugün də yardım edirəm, sabah da, yarın da yardım edəcəm. Çünki bu məktəblər, bu okullar Azərbaycanın təhsil sistemində bir yenilik yaradır. Şirkət bu nailiyyətləri qazanmaya bilməzdi. Çünki Heydər Əliyevdən aldığı əmanət çox qiymətli idi. Xalqın liderini məmnun edərlə elə bu davranış idi. Əmanət Sabirələrdə idi. Şirkətin təhsil sisteminin ilk pivəsini məktəbə qədər təbliğ təşkil edir. İlkin ünsiyyət vərdişlərinin aşılaması, istedad və qabiliyyətlərin aşkara çıxarılması, onların inkişaf edilməsi uşaq bağçası pedaqoji kollektivinin, onun rəhbərliyinin ən önündə qayəsi və vəzifəsidir. Bu simalara diqqətlə baxın, nə qədər təmiz, nə qədər səmimiyyət vardır. Onlar sevgiyə, mərhəmətə, qayğıya mühtacdırlar və ehtiyac hissetdiklərini burada tapdıqları onların baxışlarında və axırlarında öz əksini alır. Onlar burada gələcək mərhələyə, məktəbə hazırlanırlar. Bir gimnaziya və bir ilk öyrətim okulu. 12 ümumi təhsil müəssisəsi Azərbaycan Ümumi Təhsil Şəbəkəsində kəmiyyətcə az görünsə də, keyfiyyətcə ümumiyyətli literin arzularına cavab verirlər. Mən çox məmnunam bundan, çox məmnunam. Bilirəm ki, onlar yaxşı təhsil verirlər və ona görə də oranın tələbələri dünyanın bir çox yerlərində konkursdan keçirlər və medalyalar alırlar. Bu, bizim Azərbaycanda da təhsilin, bu təhsilin, yəni o lisey səviyyəsində təhsilin inkişaf etməsinə kömək edir. Biz onu, məsələ, nümunə kimi qoyuruq, o birisi bizim məktəblər üçün. Buna görə mən çox məmnunam, təşəkkür edirəm. Liseylərin əsas məqsədi Azərbaycan üçün həyati bacarıqlara və ümumbəşəri əxlaqi dəyərlərə sahib vətəndaşlar yetişdirməkdir. Azerbaycan'ın her tarafına okullar açarak Azerbaycan'daki eğitim öğretime çok ciddi katkıda bulunan Çağ Öğretim Kurumlarını huzurunuzda tebrik etmek istiyorum. Başarılarının devamını diliyorum. Şagirlərin sabaha necə hazırlandıqları, onların respublika və dünya olimpiyadalarında əldə etdikləri nailiyyətlərdə daha qabarıq nəzərə çarpır. Son 15 ildə beynəlxalq olimpiyadalarda qazanılan medalların sayı 200-ə çatmışdır. Azərbaycana gətirilən medalların hər beşindən birinin qızıl olduğunu nəzərə alsaq, məktəblilərimizin ölkəmizi necə təmsil və təbliğ etdiklərini aydın təsəvvür edə bilərik.
Məzunların Respublikanın və dünyanın ən məşhur universitetlərinə qəbul olunmaları, təhsil aldıqları ölkələrdə Azərbaycanın rəyaqətlə təmsil etmələri liseylərin aşıladığı təlim və tərbiyənin səviyyəsinə ən bariz sübutdur. Liseylərin məzunlarının ali məktəblərə qəbul göstəricisi 98%-dən aşağı enmir. Onların xeyli hissəsi 600-dən yuxarı bal toplayırlar. Bunlar ümumiyyətli liderimizin də ölkə prezidenti kimi İlham Əliyev cənablarının da diqqətini cəlb etmiş və onları razı salmışdır. Abituriyentlərin universitetlərə hazırlığı və qazandığı nailiyyətlərdə Aras kurslarının xüsusi rolu və əhəmiyyəti vardır. Bugün Azərbaycan paytaxtında digər şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən kurslar qısa zamanda şagird və abituriyentləri ali məktəblərə qəbul imtahanlarına hazırlayır. Nəticəyə görə müvəffəqiyyətin 89%-dən yuxarı olan kurslar keçirdikləri sınaq imtahanları, səviyyə təsbit imtahanları, nəşr etdiyi vəsaitlərlə abituriyentlərin tələb olunan bilik və bacarıqlarına yiyələnməsini təmin edir. Kursların məzunları arasında ali məktəblərə qəbul imtahanlarında 109 nəfər 600-dən yuxarı bal toplamışdır. Bu, hər 8 nəfərdən birinin bu göstəricini əldə etməsi deməkdir. Bu göstərici kurslarımızın pedaqoji kadrlarının nə qədər əzmlə işlədiklərini bariz şəkildə göstərir. Şirkətin təhsil sisteminin ən yüksək pilləsində dayanan Qafqaz Universiteti bugün öz inkişafının bahar dövrünü yaşayır. Azərbaycanda ilk ali məktəb kompleksi ilə güclü, maddi-texniki bazaya malik olan universitet qısa müddətdə Respublika ictimaiyyətinin rəğbətini qazanmışdır. Bu universitet mənim düşüncə təkcə Azərbaycanda fəaliyyət göstərən özəl universitetlər içərisində deyil, bütün Azərbaycan universitetləri içərisində ən nümunəvi bir Ali tercih. Çok güzel bir üniversite, gerçekten çok etkileyici bir üniversite. İnanıyorum ki burada yetişen gençlerin elinde Azerbaycan çok daha güçlü, kuvvetli olacak. Dolayısıyla emeği geçen herkese çok teşekkür ediyorum. Kafkas Üniversitesi'nin bütün dünyaya, bütün bölgemize ışık tutacağına inanıyorum. Üniversitetin kısa müddətli inkişafını və əldə etdiklərini ən bariz şəkildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi nəşr olunan Abituriyent jurnalının 2006-cı il dekabr sayıda verilmiş izahat aydınlıq verir. Özəl ali məktəblər arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir. Bu təhsil müəssisəsinin reytingi əvvəlki illərdə də özəl ali məktəblər içərisində ən yüksək olub. Qafqaz Universiteti maddi-texniki bazasına görə fərqləndiyi kimi, Respublikamız üçün ixtisaslı kadrlar hazırlığında da yetişdirdikləri mütəxəssislərin ixtisaslarına görə işlə təmin edilməsi göstəricisine görə də elmi və elmi tədqiqat fəaliyyətlərinə görə də bugün nümunə rol oynayır. Mən görürəm ki, orada təhsil alan gənclər dünyada gedən o olimpiadalarda, başqa müsabiqələrdə böyük yerlər tuturlar və çox gözəl təhsil alırlar. Mən bunu çox bəyənirəm və dəstəkləyirəm. Çox böyük işdir və
çağ deməli, öğretim deməli, təşkilatı burada çox böyük işler görür və mən bu fəaliyyətlə çox razıyam. Bu nailiyyətlər arasında ümumi məktəblərimizin əldə etdiyi müvəffəqiyyətlərdən də söz açıldı. Bu barədə sizə qısa hesabat vermək üçün sözü Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Ünal bəyə verib mikrofona dəvət edir. Hörmətli təhsil nazirəm, hörmətli Türkiyə Cumhuriyyəti Azərbaycan Büyüklərisi, hörmətli şirkət prezidentim və hörmətli tədbir iştirakçıları, hamınızı ən samimi hisslərlə, duygularla salamlayır və hoş geldiniz deyim. Bugün biz burada Azərbaycanımızın sabahını nurlandıracak olan gençlerimizi mükafatlandırmak için girişmişiz. Çok hoşlattı. Ona göre ki muhterem prezidentimiz Cenab-ı İlham Aliyev'in rehberliğinde her sahada inkişaf eden Azerbaycanımız Təhsil Nazırımızın dikkat ve gayrısıyla təhsilde de sürat ve inkişafına devam etmektedir. Bugün sahneye çıkacak olan gençler bunun en büyük sübutudur. Yine sevindirici hal olur ki Cenab-ı Prezidentimizin son haklarda imzaladığı serencamların büyük hissesini təhsil inkişafı ile ilgili serencamlar takip etmektedir. Ve hürmetli təhsil iştirakçıları, güzel bir söz vardır. Marifet iltifata tabidir. Nailiyetler mükafatlandırılınca ziyadeleşir. Bugün burada tekçe 2006-2007 təhsil döneminde 9 farklı ülkede 32 beynel halk medal kazanmış şakirtlerimizi ve 600'den yukarı bal yemiş şakirtlerimizi mükafatlandıracağız. Hürmetli tədbir iştirakçıları, bu gençler Azerbaycan'ın gençleridir. Gittikleri ülkelerde Azerbaycan'ımızın 3 renkli bayrağını yükseklere kaldırırlar. Ve hürmetli Prezidentimiz Cenab-ı İlham Aliyev'in men çağrı etmiş şirketine teşekkür ederim. Çünkü onlar Azerbaycan'ın geleceği için çok önemli kadrolar yetiştirir sözünü sübut ederler, gerçekleştirirler. Bugün ne kadar çok isterdim ki şirketimizin banisi, Fahri Baş Müellimimiz, Azerbaycan'ımızın umumilli lideri, Türk dünyasının büyük oğlu merhum Haydar Aliyev bu gençleri görseydi. Zira o bunları görse çok sevinecekti. Çünkü o, ben bugün de yarın da
sabah da sizi desteklemeye devam edeceğim diyordu. İşte bu duygularla, bu düşüncelerle biz şakirtlerimize tersi ve terbiye vermeye çalışıyoruz. Biz de bu desteklere layık olabilmek için faaliyetimizin 15. ilinde tesadüfi değildir ki eğitimada sadakat ve şuarını kendimize layık görmüşüz. Çünkü biz umumi liderine, Cenab-ı Prezident'e ve Azerbaycan halkına sadakatle çalışmaya devam edeceğimize söz veriyoruz. Hürmetli tedbir iştirakçıları, Türkiye Cumhuriyeti'nin kurucusu Büyük Önder Atatürk, müellimler, yeni yetişecek nesil sizin eseriniz olacak demişti. Yine umumi liderimiz Haydar Aliyev de ben müellim adından daha yüksek ad tanımadan diyerek müellime dikkatleri çekmişti. Hürmetli nazırım, icadenizle burada bir hususu ben hususuyla dikkat çekmek ve tedbir iştirakçılarına bildirmek istiyorum. Siz yukarıda bahsedilen sözleri bizim davamıza maksat koymuş ve hususiyle çağrışım şirketine müellim yetiştirilmesine önem verilmesini tavsiye vermiştiniz. Ben de size bugün buradan bir muşluluk vermek istiyorum. Ali Bayram Liseyi'nin mezunu 680 balla Resulüka 4.'sü olmuş Niyet Bayramzade Kafkas Üniversitesi'nin Riyaziyat ve Fizikal müellimliğini seçerek müellimliğe dikkat ve layıklığı biraz daha arttırmıştır. Hürmetli tedbir iştirakçıları, bize güzel bir söz vardır. Derler ki, sevinçler paylaşıldıkça ziyadeleşir, kederler paylaşıldıkça azalır. Bugün buraya bizim bu sevinçlerimizi paylaşmaya gelmiş, başta Ersin Nazırımız ve Büyükelçisi olmak üzere bütün iştirakçilere teşekkür ediyor, minnettarlığımı sunuyor, saygılar sunuyorum. Hürmetli Adem Kınalı Bey'e teşekkür ederim. Sağ olun. Seneye beynelxalq olimpiadalarda ölkəmizi ləyaqətlə təmsil etmiş məktəbləriniz dəvət edilir. Əvvəlcə olimpiadaların gümüş medallarını almış məktəbləriniz dəvət edilir. Hörmətli qonaqlar, 2006-cı ildə beynəlxalq olimpiadalarda medallar qazanmış şagirdlərimizin səhnəyə dəvət edərkən, onların əldə etdikləri nailiyyətlərdən bəhs edən kiçik bir kompozisiyonu sizə təqdim edir.
ilk önce sahneye beynəlxalq fen olimpiadalarının bürünc medallarını kazanmış şahitlerimizi davet edildi. İster olimpiyada galipleri, isterse de ali məktəblərə yüksək bala daxil olan məzunlarımızın bir qismi xarici ölkələrdə təhsil aldıqlarından onların mükafatları valideynlərinə təqdim edildi. Buna görə də üzürlü səbəbə görə tədbirimizdə iştirak etməyən şahid və məzunlarımızın valideynlərinə xahiş edilir ki, mükafatları almaq üçün onların əvəzinə səhnəyə çıxsınlar. Beləliklə, olimpiyada qalib şahidlərimizi səhnəyə dəvət edib və nəzərimizə çatdırır ki, olimpiyada qalib şahidlərimiz şirkətimiz tərəfindən nailiyyətlərine müvafiq olarak 2000 Azərbaycan manatına qədər pulla mükafatlandırıldılar. Adını oxuyacağım şahidlər səhnəyə buyursunlar. Olimpiyadanın bürünc medalını kazanmış Sumqayıt Özəl Türk Liseyinin şahidləri Fərdiz Hacıyev, İcad Musalov, Turan Almanməlov, Bəhram Süleymanov və Eşən Şirəliyev. Şagirdi Nami Hasanov, Ağdaş Liseyi'nin şagirdi Cafer Caferov, Kuva Liseyi'nin şagirdi Ruslan Müslümov ve Lənkəran Liseyi'nin şagirdi Ehya Qulam Hüseyinli, Afgan Mükafesi şagirdi Amra Özerek, Valeriya Yusuf'a ve Ülker Abdullayeva, Gəncə Liseyi'nin şagirdi Samir Sadıqov. Galiplerimize mükafatlarını takdim etmiştir. Milletvekili Lale Atmamaz olan sendelerde. Lale Atmamaz. Onları sahneye davet edilir. Qafqaz Gimnaziyasının şagirdi Fidan Sultanova ve Afak Mehmetli. Buyurun. Sumqayıt Özəl Türk Liseyinin şagirdləri Murat Kərimzadə, Sunay Abbasov, Camal Əliyev ve Alik Camalov. Əli Bayramlı Özəl Türk Liseyinin şagirdi Ertuğrul Kəsimzadə. Qafqaz Gimnaziyasının şagirdi Rəfiyə Durmaz. Pedagogik Liseyinin şagirdi Asif Məhəmməd. Jalet Hanım Əliyevan dəvət edilir. Jalet Hanım mən hər birisi iradından salamlayıram. Bugünkü tədbir yüksələn təhsilimizin bayraqları Azərbaycan məktəbisi adında keçirilir. Məncə bu çox uğurlu bir tapıntıdır. Həqiqətən Azərbaycan məktəbisi günlər-günə yüksələn, inkişaf edən təhsilimizin bayraqlarıdır. Amma eyni zamanda bugünkü nailiyyətlər, bugünkü uğurlar onu göstərir ki, Azərbaycan məktəbisi, Azərbaycan gənci eyni zamanda günlər-günə inkişaf edən, xoşbəxt gələcəklə Azərbaycanın təməl daşıdır. Bunu bir daha deyirəm, bugünkü nailiyyət, bugünkü məktəblərimizin təhsildə göstərdiyi böyük uğurlar sübut edir. Mən vaxtını çox almadan icazənizlə təqdim etmək istəyirəm mükafatları və bir daha bütün balalarımızı və onların valideynlərini, onların müəllimlərini təbrik etmək istəyirəm.
Pedagojik Kolektifi adına ve öz adına sizi 2007-2008 münasebetiyle tebrik edilir. Umum milli liderimiz Haydar Aliyev'in anadan olmasını 85 ve Azerbaycan Halk Cumhuriyeti'nin 90. yıl dönümünün meydedilmesiyle başına çatacak olan Dersim'de tamıza büyük nailiyetler ardılıyor. Elementler, hadiselerle zengin olan bu dersi bütün kolektiflerimiz için hayırlı olmasını diliyorum. Hürmetli tedbir iştirakçıları. Şirketimizin faaliyete başlamasının 15. yıl dönümünü belirtmekle başa vurduğumuz geçen ders ilinde mezunlarımızın 1378 neferi Respublikamızın âli mekteplerine, 266 neferi Avrupa ve Türkiye'nin âli mekteplerine, 19 neferi Rusya ve Alış'ın âli mekteplerine kabul olmuştur. Birçok şahitler için el çarpmaz bir hedef olan 600 baz hedefini ise 102 nefer şahitimiz geçmiştir. Umumi kabul faizimiz mekteplerinin üzerinde 93%, kurslarının üzerinde ise 92% olmuştur. Prezidentimizin tahsile gösterdiği kaygının neticesinde bir örgütte âli mekteplere hazırlaşan şahitlerin eline hevesi güçlenmektedir. O barede de mezunlarımızın arasında 16 nefer prezident tedarikine layık olmuştur. Geride kalan dersimde bütün pedagojik kolektifimiz Ezmir'e verilen emanete sadakat ve nümayiş ettirmeye çalışmışlardır. Ayrıca mezunlarımızın büyük ekseriyeti pedagoji fakültelerine ve mühendislik bölümlerine kayıttan geçmişlerdir. Azerbaycan'da faaliyet gösteren müesseselerimizin bütün kolektifleri Azerbaycan halkının gösterdiği eğitimati dereceden dert ederek bize emanet edilen şahitleri âli mekteplerin kabul imtihanlarına layıkınca hazırlamışlardır. Şirketimizin bu sahadaki faaliyeti tek kurslarla mehduplaşmamış, liselerin ve gimnaziyenin pedagojik kolektiflerle mezun edildikleri şahitlerin müstakil hayata hazırlanmasına, onların arzu ettikleri âli mekteplerde kabul olmasına kömek meksadıyla meksat görüp iş yaparmış, bu barede yüksek nailiyetler elde etmişlerdir. Mezunlarımızın kabul oldukları âli mekteplerin coğrafyası bu yıl daha da genişlenmiştir. Harici ülkelerin âli mekteplerine kabul olunan şahitlerin sayı evvelki yıllara nispeten daha da artmıştır. Hürmetli tedbir iştirakçıları. Cami dersinin ikinci haftasını başa vurmak üzereydik. Bu dersinin ne kadar mevcudiyetli olduğunu dert ederek onu layıkınca başa vurmak, umum milli liderimiz ve şirketimizin fahri başmağırının Haydar Aliyev Cenapları'nın yürek ilinde Şark'ın ilk demokratik devleti olan Azerbaycan'ın 90. yıl dönümünde daha uğurlarla başa vurmak için bütün seyirlerimizi seferber etmişiz. Size emin ederim ki bu muhteşem vazifenin de ötesinden gelecek Azerbaycan'a sadakat hizmet etmeye devam edecek. Dikkatinize göre teşekkür ederim. Saygılarımla arıyorum. Harika, sizlere teşekkür ederim. Bu takdimattan sonra burada artık talebe adını kazanmış. Hem de yüksek olmaları talebe hayatına gelen boyuş mezunlarımızdır. Nezaretinde çatdırıyorum ki şirketimiz tarafından talipleri 1000 Azerbaycan manatına edilen mevlada pul mükafatları ayrılmıştır. İndi ise imtihanlarda 600 ve 650 bal arasında bal toplamış mezunlarımızın birinci dəstəsini sənəyə edilir. Adını çəkmiş şarkıda sənəyə buyursunlar. Kemal Cəfərov, Vüsal Mahmudov, Natik Orucov, Reşat Səfiyev, Ferit Namazov, Nihat Əliyev, Əhməd Əhmədov, Nihat Hüseyinzadə, Ruhiyə Abdullayeva, Yeganə Əkbərova, Günay Əskərova, Şamran Akberli, Cavid Əliyev, Cəmiyyət Həsənverdi, Aynur Elbəyeva, Vəcid Əskərov, Əsmər Qardaşova, Aynur Hüseynova, Erik Cəfərli, İlkin Mürsəlli, Ruslan Mirzəzadə, Cəmşid Namazov və Məhdun Əbdurrəhmanov. Bu yüksek okullar
keçsin daha yaxşı olar. İlli ise qəbul imtahanlarında 600 balla 650 bal arasında bal toplamış məzunlarımızın ikinci qrupunu sənəyə təsdiq edir. Elçin Əlizadə, Cəfər Cəfərov, Elnur Rəsulov, Dadaş Abbasov, Ülkər Bərzadə, Nihat Fənsinzadə, Tehran Allahverdiyev, Nail Bağurov, Nəsimi Satızadə, Xəyal Bayramov, Güqar Əlimov, Duran İbrahimov, Nərgiz Rüstəmova, Dinar Musayeva, Pərvin Hüseyinli, Xəyalət Məmmədova, Ümid Şahmaliyev, Şəhla Rəhmanova, Aytən Nəcəbova, Babək Məhərrəmov, Hikmət Hüseyinzadə, Halit Məmmədov və Hüseyin Əliyev. Və məktəbli iştirakçılarını bu qaliblərimizlə mükafatlarını təqdim etmək üçün Ailə Qadın və Uşaq Problemləri və Konferansiya Müvafiq Sədəqət Rəhmanova Ben ona da keçsin. Orhan Kanavov, Nigar Bayramlı, Şəhriyar Rızayev, Fətai Sultayzadə, Mahmud Mahmudov, Hüsab Abbasov, Nərmin Rəhimli, Agil Hüseyinzadə, Türkan Qurbanova, Nəsir İslamzadə, Orhan İskəndərov, Gülşən Məmmədova, Cavid Məlikli. Bu qaliblərimizə mükafatlarını təqdim etmək üçün millət vəkili Fəttah Bəy Heydərov haqqında dəvət edir. Buyurun Fəttah Bəy. Səfirimiz, əziz dostlar, doğrudan da bir ənənə şəkli almış, dərs ilinə yekun, qəbul imtahanlarına yekun və ümumi müvəffəqiyyətlərə həsr olunmuş bu cür tədbirlərin keçirilməsi doğrudan da çox əhəmiyyətlidir. Mən təşəkkür edirəm ki, məni də bu gözəl tədbirə dəvət etmişsiniz. Həqiqətən, uşaq öyrətim işlətmələri sisteminin Azərbaycanda olan nailiyyətləri bizi həmişə sevindirir. Bu sistem gözəl bir bəhrə verir və bunun da bircə səbəbi var. Artıq təkcə Azərbaycana yox, bütün dünyaya Azərbaycanı tanıyan, bizi tanıyan kim varsa hamısına məlumdur. Türk xalqının böyük lideri, Azərbaycan xalqının görkəmli oğlu, artıq aramızda olmayan
mərhum prezidentimiz Heydər Əliyev hara ayaq basıbsa, ora Gülüstan olur. Nəyin himini, əsasını, fundamentini qoyubsa, bu çox tez bir zamanda başa gəlir. Bu xeyir, bərəkət, bu insanlara səadət, xoşbəxtlik gətirən bir məkan olubdur. Çağ Öyrətim şirkətinin də mən hesab edirəm ki, şəxsən mənim özümün şahidi olduğum ilk dəfə Naxçıvanda bu okulun açılması elə həmin başlanğıclardan, həmin əsaslardan biridir. Qoy bu məktəbin, bu sistemin uğurları daha da genişlənsin, dünyanın çox böyük əhatəsini özündə cəmləşdirən bu sistem yaşasın, həmişə var olsun. Bugün sevincinə qatıldığımız dostlarımızı, ali məktəbə qəbul olunanları, yüksək mükafat alanların hamısına bir daha təbrik edirəm və onlara yeni uğurlar arzulayıram. Mezunlarımıza olarak buyurun sizleriniz için siyahlar kaldığım yerden okuyacağım. Türkan Səmədova, Toğrul Əkbərli, Şəbnəm Şəkilliyeva, Ailə Seydəliyeva, Fərhad Bayramov, Ramil Mirzağayev, Rauf Mahmudlu, Şamil Udavazov, Samir Həsənov, Rəşad Həsənov, Əslin Əzəmi. Bu qaliblərimizin mükafatlarını təqdim etmək üçün Millət Vəkili Qənidə xanım Paşayevadır. Salamlayıram, təbrik edirəm hər kəsi. İnanıram, burada oturan hər bir insan, Azərbaycanı sevən insanlar burada oturub, hər bir insan bu mənzərədən sevinir. Çünki bu gənclərin uğurları Azərbaycanın xalqının, Azərbaycan dövlətinin uğurudur. Təbii ki, bu uğur hamımızı sevindirir və hər birimiz bu uğurun, bu cür gəncliyin yetişməsində zəhmət olan insanlara çox sağ olun deyirik. Və təbii ki, mən biraz gecikmişəm, amma buraya gəlməyi özümə borc bildim. Çünki Çağ Öyrətim şirkəti, onların Azərbaycanda qurduğu məktəblər Azərbaycan təhsilinə çox böyük, önəmli qatqılar olub. Azərbaycan təhsilinin inkişafında çox böyük rol olub. Mən bunu həmişə deyirəm, tək Azərbaycanda deyil, ümumiyyətlə müstəqillik əldə edəndən sonra Türk dilli cumhuriyyətlərin Türk okulları, Türk cumhuriyyətlərində qurulan Türk okulları çox böyük rol oynadı. O ölkələrin inkişafında, təhsilində, o insanların, o millətin özünə qayıdışında, milli kimliyinə, tarixi kimliyinə sahibliyində çox böyük rol oynadı və ən vacibdə bu ölkələrin inkişafında ən böyük rolu bu gənclik oynamalı idi, yeni gənclik oynamalı idi və məhz belə bir gəncliyin yetişməsi üçün bu məktəblərin, bu okulların çox böyük rol oldu. Ona görə də mən hər kəsə təşəkkür edirəm. Xüsusilə o müəllimlərindən tutmuş, ilk öncə bu cür məktəblər o adamların çiyinlərindədir ki, onlar gəlib ilk addımları atıblar, hər zəhmətə, çətinliyə qatlaşıblar, gəliblər, bu işi başlayıblar, onlara mən təşəkkür edirəm. O müəllimlərə təşəkkür edirəm ki, çox gözəl bir ab-ı hava, çox gözəl bir atmosfer yaradıblar və uşaqlar bu məktəblərin haqqında çox sevə-sevə danışırlar. Hər yerdə onların belə hörməti var və təbii ki, müəllimləri, kollektivi təbrik edirəm və bunların bizim millət vəkilimiz də dedi, Fəttan müəllim çox gözəl. Bu
bu məktəblərin fəaliyyət göstərməsinə bizim ümummilli liderimizin çox böyük rolu olub. Yəni, ilk növbədə onun dəstəyi olub bu məktəblərin bu şəkildə genişlənməsinə, fəaliyyət göstərməsinə və ölkənin rəhbərliyinin də çox böyük dəstəyi var bugün də bu məktəblərə. Çünki bu məktəblər Azərbaycan üçün gözəl işlər görür və təbii ki, Azərbaycan üçün gözəl işləri görən bir məktəbə də Azərbaycanı sevən insanların hamısı dəstək çıxır. Bizdə bir yaxşı misal var, deyək ki, bağ verən ağaca daş atan çox olar. Ona görə də bəzən daş atanlar da olacaq, onu da fikir vermək lazım deyil. Çox fikir vermək lazım deyil. Azərbaycan xalqı da, dövləti də, hər kəs bu məktəblərə dəstək deyilə. Təhsil naziri mən görürəm, Misir müəllimi, o gün müsahibəsinə baxdım qəzetdə, çox gözəl sözlər deyib çap məktəblərindən bağlı. Təbii ki, bu da çox önəmlidir ki, təhsilə rəhbərlik edən şəxslərin, təhsilə aidiyyatı olan şəxslərin, bu məktəblərin bu cür ki, uğurlu bizim təhsilimizə onların dəstəyi var. O dəstəyi onlara göstərmənin özü çox vacib bir əlamətlər hadisədir. Ona görə mən çox vaxt almayayım, hamını təbrik edirəm. Bu çox gözəl bir şeydir. Bu günləri biz buradayıq, amma çox az müddətdən sonra bu uşaqlar hamısı gələcəkdə bizi daha gözəl əvəz edəcək. Çünki onlar bizdən fərqli olaraq müstəqil Azərbaycan dövründə məktəblərdə oxuyublar, daha yaxşı bir atmosferdə yetişiblər. Biz Sovet məktəbləridik, amma onlar müstəqil Azərbaycanın məktəbliləridir. Və mən inanıram ki, şah hələ öz, belə deyək, nəticələrindən hələ biraz sonra daha çox qürurlanacaq deyə tarixə qiymət vermək 50 ildən tez mümkün deyil. Mən inanıram ki, çağ məktəblərinin gördüyü işin hələ bir müddətdən sonra önəmi, əhəmiyyəti daha çox, daha yaxşı qiymətləndiriləcək. Hamını təbrik edirəm, Ənvər bəy başda olmaqla aydın. Kamran Həsənov, Bəhruz Baxşəliyev, Arzu Zodorova, Həsən Həsənov, Qumru Əmirova, Sabir İsrafilov, Murad Ramazanov, Qurban Qazırov, Turol Feyzullayev, Cavid Şiriyev, Tehran Rızayev. Mezunlarımıza mükafatlarını teklif etmek için Ankara İcra Hükümet Partisi Sakip Rezov Beyefendi. Ankara adına, İşmael adına, İşmael adına, bugünlerde okula elde ettiğimiz talebelere şansını, tüm pedagojik kardeşleri öz adına tercih edilen silah okuluna yeni maddeler arzulayacağım. Ve inanıram ki gelecekte bu evlatlarımız devletimiz için, devletçiliğimiz için en kabaşı kadrlarını bir olsun. Tebrik ederim. Eyni şekilde müəllimlərin və Olimpiya Komitə sədrlərin əməyini qeyd eləməmək mümkün deyil. Buradan da onlara ürək dolusu salamlarımızı və sevgilərimizi çatdırır. Əməklərinə görə, zəhmətlərinə görə çox sağ olsunlar deyirik. Sağ olun. Hörmətli tədbir
iştirakçıları şirketimizin təhsil sistemində ən yüksək pillərini Qafqaz Universiteti tutur. Universitetin keçən dərs ilində hansı nailiyyətlərlə başa vurmasından bəhs edən barkovizyonu sizə təqdim edirik. Buyurun. Değerli konaklar, bugün Kafkas Üniversitesi tarihi bir gününü daha yaşıyor. 1993 yılında Azerbaycan'ın kurucusu, umum milli liderimiz ve Çağ Üretim Şirketi'nin fahri başmuallimi Haydar Aliyev Cenapları'nın hayır dualarıyla açılan ve Sayın Prezident İlham Aliyev'in izni ve yüksek derecede kıymetlendirmeleriyle bugünlere kadar eğitim öğretim faaliyetini devam ettiren Kafkas Üniversitesi 15 yaşına ulaşmıştır. Bu tekbirde bizlere büyük şeref veren siz değerli misafirlerimize bütün profesör muallim heyeti, idari kadroları ve talebeleri adından şahsen hepinize hoş geldiniz diyerek selamlıyorum. Kafkas Üniversitesi kredili ders geçme sistemini Azerbaycan'da ilk kez uygulayarak yıllarca öncülük etmiş, bu yıl Bologna sürecine geçerek Avrupa Kredi Transfer Sistemine göre eğitime başlamıştır. Önceden Avrupa'ya tedris amaçlı olarak giden talebelerimizin o ülkelerde almış oldukları kredi kıymetlerini kabul ederek talebe gönderiyor, ancak Avrupa'dan talebe almada problemler yaşıyor. Bu son değişiklikler Avrupa üniversitelerinden kısa ve orta süreli talebe alma imkanı yakalanmıştır. Bu yıl yay okulunda 17 Alman ve 1 İngiliz talebe eğitimlerini tamamladı ve uygulamaya başladığımız Avrupa Kredi Transfer Sistemine göre kıymetlerini alarak ülkelerine döndüler. Ayrıca 8 Gürcistanlı ve 8 Azerbaycanlı talebe her iki ülkede birer haftalık yay okulu programını başarıyla tamamlamışlardır. Artık bundan sonra Avrupa'da tedris gören talebeleri tedris yılı içinde de üniversitemizde görmek istiyoruz. Bu yay 92 talebemiz başta Türkiye olmak üzere İngiltere ve diğer Avrupa ülkelerinde praktik tecrübe geçirmişlerdir. Türkiye'ye giden 77 talebemizin 43'ünü yol giderini TİKA karşılamıştır. 7 öğrencimiz İngiltere'de dil kursu geçirmiştir. Bu konuda emeği geçen bütün kuruluş ve şahıslara huzurlarınızda teşekkür etmek istiyorum. Ayrıca bu yıl içinde 7 profesör muallim Amerika ve Almanya başta olmak üzere 2 ay ile 1 yıl arasında farklı ülkelerde tecrübe geçirmişlerdir. Talebelerimiz ayrıca dönem içi aktivasyon adını verdiğimiz proje,
araştırma, ödev, sunum gibi faaliyetlerden kıymet almakta olup bu metotlar Harvard, Cambridge, MIT gibi öncül üniversitelerde uygulanmaktadır. Tedriste gösterdiğimiz bu yüksek kaygıdandır ki mezun olup çalışmak isteyen her öğrencimiz kolaylıkla iş bulabilmektedir. 1220 mezunumuzdan 85 faizi çalışmaktadır. 6 faizi askerde olup 3 faizi aile kurmuş çalışmamaktadır. Bu yıl Respublika çapında katıldığımız her olimpiyattan dereceler alarak döndük. Önümüzdeki dönem beynelhalk olimpiyatlara daha fazla önem verip büyük başarılara yönelik hazırlıklara başlanmıştır. İlmi alanda da etkinliğimiz giderek artmaktadır. Geçen yıl düzenlediğimiz globalleşme sürecinde Kafkaslar ve Merkezi Asya Kongresi'ne 20 farklı ülkeden 110'un üzerinde bilim adamı Azerbaycan'a gelmiş, tebliğlerini sunmuşlardır. Açılışını Platonya'da yaptığımız kongrede 200'ün üzerinde tebliğ sunulmuş, bu tebliğler 1400 sayfalık 3 cilt kongre kitabında çap edilmiştir. Her geçen gün üniversitemizde ilmi sahalarda yazılan makaleler ve kitaplar hem sayıca hem de keyfiyet olarak artmaktadır. Kafkas Üniversitesi'nin ilim dünyasındaki yeri giderek muhkem hale gelmektedir. Artık Azerbaycan'a gelen pek çok bilim adamı Kafkas Üniversitesi'ni ziyaret etme ihtiyacını hissetmektedir. Üniversitemiz yabancı ülkelerden gelen akademisyenlere numune özel üniversite olarak takdim edilmektedir. İş dünyası ile alakalarımız hızla artıyor. Azelsu, British Petrol, Embowood, Azersel, NAP grubu, PAK boyaları, aksesuar inşaat ve daha sayamadığım onlarca şirketle alakalarımız kurulmuş ve bu firmalarla emektaşlıklarımız hızla geliştirilmiştir. Orta ölçekli ve küçük firmalar için TÜSİAD ve Azerbaycan Sahipkarlar Konfederasyonu ile emektaşlıklar devam etmektedir. Sürekli Gelişim Kariyer Merkezi tarafından üniversitemiz haricinde bulunan yüzlerce şahsa eğitim verilmiş, sertifikaları takdim edilmiştir. Talebelerimizin 60 faizi üniversitemizde bulunan kulüp ve derneklere üyedir. Bu yıl bu oran daha çok yükseklere ulaştırılacaktır. Tiyatro, kültür, sanat, yardımlaşma, folklor, iş dünyası, spor ve adını sayamadığım 26 farklı alanda pek çok etkinlikler düzenlenmektedir. Muhterem merasim iştirakçileri, Umum Milli Liderimiz Haydar Aliyev Cenapları'nın gösterişi ve Nazırlar Kabineti'nin kararıyla tahsis edilen 20 hektarlık arazi üzerine kurulmuş kullanımdaki 2 binası ile üniversitemiz 1717 metrekare kapalı alana ulaşmış bulunmaktadır. Bu yıl içinde biri tedris, diğeri kız yatakhanesi olmak üzere 2 korpusumuzun temeli atılacak, en geç 2 yıl içinde tamamlanacaktır. Kampüs kapalı alanı 30.000 metrekareye ulaşacaktır. Ayrıca ilave olarak bu 2 yıl içerisinde spor salonu ve yemekhane binasının tamamlanması hedeflenmektedir. Üniversite projesi tamamlandığında 60.000 metrekarelik kapalı alana kavuşacak, Kafkas Üniversitesi özel üniversite kavuşacaktır. Kafkas Üniversitesi özel üniversite olmasına rağmen son 3 yıldır her yıl 30'un üzerinde 600 balı geçen öğrenci üniversitemizi tercih etmektedir. Bugün bu kürsüden hepinizi emin etmek isterim ki bizler Kafkas Üniversitesi numuneleri olarak Azerbaycan ve Türkiye devletinin ve halkının vermiş olduğu emanete ve gösterilen itimada sadakatimizi her zaman devam ettirecek, Azerbaycan'ın uğurlu geleceği namına muayyen edilen devlet siyasetinin hayata geçirilmesi için bütün imkanlarımızdan istifade edeceğiz. Bir daha hamınızı selamlar, dikkatinize göre teşekkür ederim. Sevgi ve saygılarımla. Hürmetli konuklar, muhterem tartış iştirakçıları, üniversitenin mezunları arasında yüksek nalet kazanmış talebelerimiz için şirketimiz tarafından hususi mükafatlar hazırlanmıştır. İlgi ise o mükafatları almak için mezunlarımızı sahneye davet edilir. Talebeler arasında geçirilmiş mükavime debat müsabakasının
Şahin Əliyev və Şamil Mehdiyev. Həmin müsabiqənin ikinci mükafatını almış Fuad Hacıyev, Murat Qurbanov və Erkan Dursun. Həmçinin Ramin Orucov, Faik Balayev və Əhkan Abbasov. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Ali məktəb tələbələrinin 12-ci Respublika Fən Olimpiadasında informatika fənnin üzrə 3-cü yer tutmuş Faik Balayev və FEYMLAB proqramı üzrə 2-ci mükafat almış Sevinç Orucova. Azərbaycan Respublikası Vergilər Nazirliyinin keçirdiyi Vergilər Olimpiadasında 4-cü yer tutmuş Faik Qasımov və 3-cü yer tutmuş Fuad Qəşəmov, Sönməz Cəmilov. Materiallar müqaviməti müsabiqəsində 3-cü yer tutmuş Kamran Cəbrayilov və 2-ci mükafata layiq görülmüş Osman Qurbanov. Bakı Slavyan Universitetinin keçirdiyi Dünya Azərbaycanların Əmrəlik dinləməsi olmuş müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri ölçüsündə tələbə elmi praktik konferansında fəal iştirak etdiyi Qırmızıqla tərtib olunmuş Heydərov Rahib, Rəşad Əliyev və Fərqiyyət Bağırova səhəmlikləri oldu. Bu tələbələrimizin nailiyyətlərini üstü, almış olduqları mükafatı çəkmişdir. Türkiyə Cumhuriyyəti Azərbaycanlı Qırdalı və Sədalətli Sədri Hüseyin Akif Akif Bizler de Aras kursları mezunlarımızdır. Beynəlxalq olimpiyadalarda qızıl medal almış şagirdlərimizi və müxtəlif olimpiyada və müsabiqələrdə qalib olmuş Qafqaz Universiteti tələbələri səhnələrdir. Prezident təqaüdünə layiq görülən məzunlarımız, Dələqorqud Lisey məzunu Kamran Hüseynzadə, Qafqaz Gimnaziyası məzunu Fəridə Ələkbərli, Sumqayıt Özəltürk Lisey məzunu Nicat Naliyev, Aras kursu məzunu Pərvin Abbasov, Müqar Ağayev, İlkin Babayev, Könül Əhmədova, Mehmet Əhmədov, Nazil Məmmədov, Günel Məmmədova, Orxan Süleymanlı, Orxan Şükürov. Prezident təqaüdünə layiq görülən və qruplar üzrə ən yüksək bal toplamış məzunlardır. 680 balla birinci qrup 4-cüsü olmuş, Qafqaz Universitetinin Riyaziyyat və Fizika Fakültəsinə qəbul olmuş Əlbayramlı Özəltürk Lisey məzunu Niyyət Bayramzadə. 685 balla 3-cü qrup 3-cüsü olmuş və Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası, Beynəlxalq Münasibətlər Fakültəsinə qəbul olmuş Mingəçevir Aras kursu məzunu Vasif Hüseynov. 685 balla 3-cü qrup 3-cüsü olmuş və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsinə qəbul olmuş Quba Lisey məzunu Rahid İsmailov. 694 balla 2-ci qrup 2-cisi olmuş və Qafqaz Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsinə daxil olmuş Mingəçevir Aras kursu məzunu Fazil Qasımov. Və beynəlxalq olimpiyadaların ən yüksək mükafatıdır, qızıl medalını almış şagirdlərimiz.
Qazaxstanda keçirilən 20 ölkənin iştirak etdiyi 3-cü Beynəlxalq Riyaziyyat Fizika Olimpiyadasında və Yunanistanda keçirilən 14 ölkənin iştirak etdiyi 24-cü Balkan Riyaziyyat Olimpiyadasının qızıl medallarını almış Ağdaş liseyi şagirdi Cəfər Cəfərov. Bosna Hersek'te keçirilən 12 ölkənin iştirak etdiyi 2-ci Fizika Layihə Olimpiyadasının qızıl medalını almış Qafqaz Gimnaziyasının şagirdləri Fəridə Əliyeva və Gülşən Hüseynova. Bu dəfə ilk dəfə Gürcüstanda keçirilən 7 ölkənin iştirak etdiyi Beynəlxalq İxtiraçlar Layihə Olimpiyadasının qızıl medallarını almış Qafqaz Gimnaziyasının şagirdləri Zahid Qədimli və Murat Həsənli. Türkiye'de keçirilən 100 ölkənin iştirak etdiyi 5-ci Beynəlxalq Türk Dili Olimpiyadasının qızıl medalını almış Dədə Qorqud Özəl Türk Liseyi şagirdi Amin Məmmədov. Türkiye'de keçirilən 35 ölkənin iştirak etdiyi 15-ci Beynəlxalq Ekologiya Layihə müsabiqəsinin qızıl medalını almış Qafqaz Gimnaziyasının şagirdləri Səmrə Əhmədova və Fəridə Quliyeva. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi ali məktəb tələbələrinin 12-ci Respublika Fənn Olimpiyadasında informatika fənni üzrə birinci yer tutmuş Əfqan Abbasov. Beyin Lab proqramı müsabiqəsi üzrə birinci mükafatı almış Nicat Əliyev və materiallar müqaviməti müsabiqəsində birinci yeri tutmuş Tural Əliyev. Nəzərinizə çatdırmaq istəyirik ki, şagird və tələbələrimizə ən yüksək nəticələrinə görə şirkətimiz tərəfindən mükafatlar təhsil edilmişdir. Bu mükafatları təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Naziri Profesör Mr. Mərdənov deyəcək. Hörmətli səhvimiz, hörmətli millətləşikləri, hörmətli icra başçımız, hörmətli müəllimlər, əziz tələbələr, mən də hamıya xoşlar arası salamlayıram. Çox şadam ki, bugün təhsildə mən işləşirəm. Düz 11 gün bundan öncə Azərbaycan Prezidenti Cənab Əməliyevin xeyir-duası ilə biz bərabər 2007-2008-ci təhsildə başladıq. Mən inanıram ki, Azərbaycan üçün yeni başlanan təhsil edib daha uyğun olacaqdır. Bunu deməyə əsas verir ki, Azərbaycanın dövlət başçısı Azərbaycanda təhsil inşalına çox yüksəkliklə getirir. İlbəy Azərbaycanda təhsil inşalına dövlət büdcəsindən ayrılan vəsaitlər artırılır və bu ilə dövlət büdcəsindən Azərbaycanda təhsil inşalına etmək üçün ayrılan vəsait keçən ilkə nisbətən 28% çoxdur. Məktəblərin müvafiq texniki bazasını yüksəltmək üçün investisiya vəsaitləri 2,5 dəfə keçən ilkindən artırılır. Azərbaycanın məktəblərində çalışan işçilərin, müəllimlərin əmək haqqının artırılmasını göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, bizim təhsilimiz Prezidentimizin rəhbərliyi ilə inkişaf etməkdən veriləcəkdir və gələcək illərdə nəticələrimiz daha yüksəkdir. Təhsilimizin bugünkü səviyyəsinə görə biz ilk növbədə müstəqil Azərbaycan dövlətinin duran, onu yaradıb bizlərə ərmağan edən ümumi liderimiz Eylər Eylənmək olur. Mən əminəm ki, inanıram ki, böyük insanın ruh gücünü savunmalıdır. Və o ruh şaddır. Şaddır ona görə ki, onun layiqli evladı, bugünkü prezidentimiz İlham Əliyev, onun qoyduğu siyasət uğurla həyata keçirir. Bugün Azərbaycan dünyanın siyasi cəhətçə ən istifadə edəcəkdir. Bugün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf onlara görə biz iş növbədə böyük Eylər Əliyevin ruh qarşısında həmişə baş əyməlidir və onu minnətdarlıq edəməlidir. Və bugünkü prezidentimiz İlham Əliyev təhsilə göstərdiyi xidmət və qayğı hamıya bəllidir. Və artıq Azərbaycan ictimaiyyəti üzünü təhsilə çevirməkdir. Hələ tam çevirməkdir. Çevirməkdir.
Və mən əminəm ki, gələcəkdə bu işlər daha yaxşı olacaq. Xüsusi olaraq mən Heydər Əliyev Fondunun Azərbaycan təhsilinin inkişafında apardığı işləri qeyd etmək istəyirəm. Bugün Heydər Əliyevin adını daşıyan fondun gördüyü işlər tək Azərbaycanla tamamlanır. Gürcüstanda yaşayan yoldaşlar təhsildən bağlıdır. Hətta Pakistanda və Əfqanistanda yaşayan insanların təhsilindən bağlı Heydər Əliyev fondu çox ciddi işlər var. Ona görə biz ölkəmizin birinci kanununa təşəkkür edirik. Çox sağ olsun ki, təhsil sahəsində çox ciddi işlər. Ancaq əlbəttə bunlarla bütün işlər bitmir. Hələ görüləsi işlər çoxdur. Hələ problemlərimiz daha çoxdur. Ancaq bugünkü məhz tədbirlə bağlı mən də bütün danışanlara, çıxış edənlərə dəstək var. Bir mənalı şəkildə demək istəyirəm ki, çağ məhkəmi şərtləri şirkəti Azərbaycanda göstərdiyi fəaliyyət yalnız və yalnız Azərbaycanın gələcəyinə xidmət edir. Azərbaycan dövlətinin, Azərbaycan millətinə xidmət edir. Kim başqa fikir söylüyorsa, bu adamlar mənim fikrimdə düşünürlər. Və 15 illik yol onu göstərir ki, bu yol Heydər Əliyev yolu. Və bu şirkət ancaq burada bugün şirkətin təhsil sahəsində uğurları barədə şikayət edən danışıldı. Mən əlavə etmək istəmirəm. Ancaq bizim hər birimiz yaxşı bilməliyik ki, bu uğurları qazanmaq çox böyük çətinliklər var. Böyük çətinliklər var. Ənvər üzrə bu işləri başa gətirmək üçün onun əməkdaşları, bu şirkətin işçiləri neçə min qapılardır, neçə qapılardır, saatlarını gözləyirlər. Bəzən onlara mənfi cavab verir və əlbəttə ona görə böyük təəssüf keçir. Ancaq biz sevindirici bir cəhətlə onlara ibarət ki, biz hamımız dövlətdə çabuk gətirir, Azərbaycanla faydalanır. Bir dileyimi də həmişə mən dileylənməni onu demək istəyirəm. Bura gələrkən belə bir təhsil kompleksini bir təcavüzün olmuşdur. Görərkən həmişə sevinirəm. Hamımız sevinir. Sevinir ona görə ki, bizim burada qonlarımız, bizim gətirməyimiz təhsil alır. Ancaq vallahi mənim üzüm başa düşür. Belə bir təhsil ocağının yanında sevmək salonunu görəndə mənim ürəyimdən alır. Mənə belə gəlir ki, vallahi yəni bunu Allah da təhsillə məşğul olan onlar, müəllimliklə məşğul olan onlar, əlindən öpər. Heydər Əliyev kimi böyük bir şəxsi həmişə deyir ki, təhsillə gələcək. Mən müəllimdən böyük atanım. Bu insanlar bizim bağlarımızdır. Bu uşaqlara təhsil, təlim, tərbiyə verən insanlar. Biz nə üçün bunu olmalıyıq? Buna görə hər kəsinə qarşıyıq. Hamının borcudur. Təhsillə bağlı nə imkan verilməz? Təhsil təkcə dövlətin və təhsil nazirliyi işidir. Biz təkərdə satışmaz. Həmişə deyil. Bütün millət prezidentimizdən və onun xanımı Mehriban xanımının nə görür? Təhsilə dəstəkləmək. Başqa bir bizim yolumuz yoxdur. Bu yolda mən sizin hamınızda uğurlarım. Mənə bugün ən çox sevindirən cəhətlərdən biri olmuşdur. Çox hörmətli millət vəkillərimiz. Bugünkü millət vəkillərimiz, keçmiş millət vəkillərimiz, dövlət adamlarımız, tanınmış icralarımız. Mən hamısını minnətdarım. Çox sağ olun. Zəhmət çəkmişsiniz. Yəni, sizin çağ öyrətinin dəvətini qəbul edib, bura gəlməyiniz. Elə çağ öyrətini buyuruyasınız. Gəlmək lazımdır. İştirak edilmək lazımdır. Görmək lazımdır. Və bir indi yarına düşən bir məqamdır. Biz 15-də dərsə başladıq və prezidentimizin tapşırığı ilə Azərbaycanın vəzifəli adamları, millət vəkilləri 100-dən çox bir yerdə məktəb açmışdır. Onların bəzilərinə mən dünyanın görüşmüşəm. Dünən çox böyük vəzifəli adamla görüşmüşəm. Deyir ki, mən nə yaxşı getirdim. Mən elə bilirdim, bir Azərbaycanda təhsil yoxdur. Getdim bir asıranda bir coğrafya müəllim. Nələri bilirdim, mən yerim.
başqa bir millətlər həmçinin masalaya gedib mənə deyir ki, insanların gözündə işıq yox. Ona görə getmək lazım. Görmək lazım. Görülən işi görüb sonra görmək lazım. Bu işlərin hamısı prezidentimizin gördüyü işlər. Biz isə onun qarşılığını yetirdik, adamlar. Ona görə çox, yəni xahiş edirəm ki, mətbuatda, digər adamlar da geçsin, görsün sonra. Pis də var, yaxşı da var. Mənə belə gəlir ki, yaxşı var. Görülən işi müsbət qiymətləndirmək lazım. Və mənə belə gəlir ki, bugünkü gün bizim həyatımızda unutulmaz bir gün olacaq. Sadəcə bir şirkətin Azərbaycanda 15 il ərzində gördüyü iş böyük bir dövlətin gördüyü şeylər. 100 nəfər prezident təqarimə bir inat gördü. Onlardan 16 nəfəri Qafqaz Universitetində. Çox böyüklər. Mən Qafqaz Universitetinin rektorunu təbii ki, bu universitetin bütün müəllimləri təbii ki, bu universitetin xəmiri halaldır. Çağ öğretim şirkətinin bütövlükdə xəmiri halaldır. Ona görə bərəkət var, ona görə keyfiyyət var, ona görə inkişaf var.